Mən sizdən soruşmaq istəyirəm. Azərbaycan Qoşulmama Hərəkatının sədri olub, Azərbaycan COP29 samiti keçirib, Azərbaycan Afrika ölkələrinə dəstək verir, Azərbaycan kiçik ada ölkələrinə dəstək verir. Azərbaycan pandemiya zamanı 80-ə yaxın ölkəyə humanitar yardım göndərib. Azərbaycanın qlobal siyasətində rolu haqqında bəlkə sizin fikirlərinizi öyrənək və nə qədər Azərbaycan artıq dünyada aktiv diplomatik oyunçuya bir çevrilib. O haqda sizin fikirlərinizi bilmək istərdik. Təşəkkür edirəm. Cənab Prezidentin çıxışında və səsləndirdiyi fikirlərdə, həm də arqumentlərə, faktlara, dəlillərə söykənən fikirlərində həqiqət ondan ibarət idi ki, bəli, bu günləri Azərbaycan beynəlxalq birliyinin çox fəal subyektidir, aktoridir, beynəlxalq proseslərə ciddi təsir etmək potensialına malikdir. Bunun üçün iqtisadi gücü var. 2024-cü nəticələri də bunu göstərir. Bizim strateji hədəfimiz qeyri-neft sektorunun inkişafıdır ki, keçən illəri 6,2%, qeyri-neft sənayesinin 7,3%lik artım faktları qeydə alınır. Bizim valyuta ehtiyatlarımız 71 milyard dollara çatıb ki, bu bizim xarici borcumuzu 14 dəfə üstələyir. Bunlar böyük nəticələrdir ki, bizim fəal xarici siyasət aparmağımız üçün iqtisadi dayanıqlılıq çox güclü amillərdən biridir. Və bunun sayəsində mən hesab edirəm gələcəkdə bir Hollywoodda filmlər çəkiləcək. Bu pandemiya dövrü, 3-cü dünya müharibəsi bəzi onu adlandırırlar ki, hər bir beynəlxalq subyektin davranışı necə idi. Və məlum oldu ki, Azərbaycan dövləti, onun rəhbəri və qoşulmama hərəkatının sədri olaraq Azərbaycan bütün dünyada bu bəlaya qarşı, COVID-19-a qarşı səylərin birləşdirilməsinə təşəbbüsü ilə çıxış etdi. BMT Baş Məclisinin xüsusi sessiyasını keçirdi və eyni zamanda peyvənd millətçiliyinə qarşı mübarizə apardı. Kanada kimi bir dövlət gedib öz əhalisinə 3-4 dəfə çox peyvəndləri alırdı, amma pulu olmayan, ehtiyacı olan dövlətlərdə isə demək, ölümlə üzə qalırdı. Azərbaycan xalq səsini ucaltdı, öz mövqeyini ortaya qoydu və yeri gəlmişkən bu elə bir bəla idi ki, inanın ki, bunun öhdəsindən ağla gələn ilk versiya o idi ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü toplaşmalı, bu bəlaya qarşı mübarizə aparmalıdır. Yox, bu baş vermədi. Heç bir Təhlükəsizlik Şurasının daimi üzvlərinin səsi çıxmadı. Mövqe ortaya qoyan və konkret əməli məsələləri imza atan Azərbaycan dövləti oldu, onun rəhbəri oldu və qoşulmama hərəkatına sədrliyini yaratdığı imkanlardan da xeyli istifadə etdi və həm də bu təsadüfən olmadı. Qoşulmama hərəkatı çərçivəsində onun apardığı siyasət bu təşkilatın nüfuzunu qaldırmışdı. Bu təşkilat artıq beynəlxalq münasibətlər sistemində, beynəlxalq koordinatlar sistemində bir xüsusi çəkiyə malik olmuşdu. Bu Azərbaycan da haqq işini müdafiə edirdi. Eyni zamanda hesab edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə və qlobal məsələlərin tənzimlənməsində rolunu genişləndirən fundamental məsələlərdən də biri bugün üçün çox ciddi təhlükə mənbələrinə, sonra bu çağırışlara bizim bir reaksiya vermək qabiliyyətimizdir. Və siz Fariz müəllim haqlı olaraq bu ada dövlətləri ilə bağlı vəziyyəti diqqəti cəlb etdiniz. Və bu günləri nə qədər qərbədə səslənsə, bu günləri beynəlxalq hüququn yazan, BMT nizamnaməsinin formalaşmasında iştirak edən, haqdan, ədalətdən, demokratiyadan, hamıdan uca danışan Fransa dövləti neokolonializm siyasəti həyata keçirir. Macronun bu günləri siyasətinin mərkəzində məhz yeni müstəmləkəçilik siyasət dayanır. Nəzərə alsaq ki, Fransa nüvə dövlətidir, Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir, Avropanın siyasi güc mərkəzidir. Amma bu kimi məsələlər öz yerində Azərbaycan dövləti isə əgər söhbət ədalətdən gedirsə, haqdan gedirsə, onun müdafiəsindən gedirsə, Fransanın bu keyfiyyətləri bizim üçün vacib deyil. Bizim üçün vacib olan hüquqdur, beynəlxalq hüquqdur, onun keşində dayanmaqdır və Cənab Prezidentin bu siyasəti ada ölkələrində də Azərbaycana olan müsbət imicin formalaşmasında müstəsna rol oynayıb və bu günləri fəxarət ilə qeyd etmək olar ki, Azərbaycanın bütün dünyada nüfuzu o qədər yüksəlib ki, yəni Azərbaycan bir tədbiri ev sahibliyi eləyəndə artıq öncədən bilirlər ki, o yüksək səviyyədə olacaq və COP29 tədbiri, noyabr ayında keçirilən bu tədbir bir daha Azərbaycanın qlobal məsələlərin tənzimlənməsinə hansı töhfəni vermək potensialını ortaya qoydu. Başqalarının 2 ilə hazırlaşdığı tədbirə bir 10 ay ərzində Azərbaycan hazırlaşdı. Uğurlu nəticə, deməli, konkret qərarlar qəbul edildi ki, bunlar da doğrudan dövlətimizin gücünü göstərir və yekunda mövqeyimi
sonuzlamaq istəyirəm ki, bütün bu uğurların kökündə bəli, həqiqətən də dayanır Ulu Öndər Heydər Əliyevin siyasəti və cənab İlham Əliyev dövlətimizin başçısı Heydər Əliyev siyasətini davam elətdirir. Amma Faiz müəllim, burada bir əlavə fikirdə söyləyim ki, sadəcə davam elətdirmir. O çox sürətlə dəyişən dünyamızın geosiyasi reallıqlarına adekvat olaraq davam elətdirir. Ona bir innovativlik gətirir, bir kreativlik gətirib və nəticələr də göz qabağındadır. Ən başlıcası öz sözləri cənab prezidentin. Biz ən rahat yolu seçə bilərdik. O rol olur ki, böyük dövlətin, beynəlxalq təşkilatın qanarları arasına sığınırsa, amma o səni hifz eləyir. Amma bu dünyada heç nə havayı deyil. Hifz eləyirsə, deməli, hər hansısa bir avantüriya səni cəlb edə bilər. Biz çətin, məsuliyyətli, şərəfli yolu seçdik. Müstəqillik yolu, milli maraqlara söykənən yol.